Salam, xoş gördük. Salamlayıram hər birinizi. Adəti üzrə psixoloji məsələlərdən danışacağıq. Studiyamın qonağı isə Fərqanə Mehman qızıdır, tanınmış psixoloq. Xoş gəlmisiniz. Salamlayıram. Xoş gördük. İmtahanlar yaxınlaşır. Tələbələr üzünə baxanda hiss olunur. Kifayət qədər gərgindilər. Çox gərgin bir imtahan mühiti var. Həm gərgindirlər, həm də artıq tükəniblər. Mən deyərdim ki, oxumayın. Və indi imtahana az qalıb, dərs oxumayın. Kitab dəftərinizi yığışdırın. Sakitçilik, beyin ancaq sakitçilik. Son dövrlər görürük ki, tələbələr daha çox əzbərçiliyə öyrəşiblər. Oxumasalar test onu tələb edir. Test onu tələb edir, əzbərçiliyə. Test əzbərçilik istəyir, düşünmə, esse, inşa bizdə yoxdur. Qavrama və özündən nəyisə düşünüb, özündən nəyisə bir yenilik bir yaradıcılıq yoxdur. Niyə? Niyə sualı verilmir? Hər şey texniki həll olunur sanki. Bu sualın cavabı budur. Bəli. Məsəl üçün biz o vaxtda əsərlər oxuyurduq. Maraqlıydı bu obraz, bu surət niyə belə elədi? O niyəni tapmaq üçün oxuyurduq, obrazı inşasını yazırdıq, o obrazı müzakirə eləyirdik. Amma indi bu gün biz onu etmirik. Biz ancaq filan, məsəl üçün Oqtay Eloğlu, filan. Biz bundan artıq məlumat lazım deyil. 11 illik təhsilin, yəni təhsil müddətinin 3 saata imtahan eləmək nə qədər normal? Əslində təhsilimiz 11 illik deyil, daha çoxdur. 2 yaşından bağça gəldi. Baxın, deyirik ya 11 il. Birinci sinifə gedən icbari təhsildən danışır. İcbari təhsil, amma bağçaya qoymaya bilərsən, amma çox maraqlı burada tendensiya var. Bağçaya qoymaya bilərsən, amma sən birinci sinifə gələndə hərfləri bilməlisən, rəqəmləri bilməlisən. Bəziləri imtahanla götürür. Bəziləri yox, çoxsu imtahanla götürür. Əgər sənin bacı qardaşın o məktəbdə oxumursa, o zaman imtahandır. Və imtahan da nədir? Birinci sinifin imtahanı nədir? Sən hərfləri bilməlisən, sən rəqəmləri bilməlisən, sən tək hecalı sözləri oxuya bilməlisən, sən fəsilləri bilməlisən. Yəni fəsilləri deyək ki, akademik dəyərlər uşaqda olmalıdır. Yəni şifahi bir şeylər bilməlisən, onu başa düşdü. Amma mən niyə yazmağı, hərf yazmağı bilməliyəm? Deməli nədir? Bəs yaxşı. Bəs mən də deyirəm, əgər icbari təhsil deyirsə, məcburi təhsil 1-ci sinifdən 11-ci sinifə qədərdirsə, onda ondan əvvəlki təhsil nədir? Yəni bu təhsil almalıdır ki, bu hərfi yazmağı bilməlidir də. Bu təhsil almalıdır ki, tək hecalı sözləri oxuya bilməlidir. Düzdürmü? Bu qədər təhsilin qarşılığında niyə biz imtahanda bu qədər gərgin olur tələbələr? Nə bilim, ya oxumurlar, yoxsa oxumurlar deyəndə ki, təhsildə problem nədir? Bax, imtahana gedəndə çox gərgin, aqressiv olurlar. Bax, mən belə baxıram ki, təhsildə problem zəncir yoxdur. Əgər zəncirvari olsaydı, bu gün biz narahatçılıq keçirməzdik. Əgər dərslər, imtahana düşən suallar məktəbdə dərsdə keçirilsəydi, bu gün biz bunu yaşamazdıq. Amma yaşayırıq. Yaşayırıq. Bizim stresimizə səbəb də bizim müəllim yanına getmək deyirik. Repetitor. Bax, repetitorlara verdiyimiz pullardır. İmtahan ərəfəsi gələndə ən çox rastlaşdığımız məsələlərdən biri də intihar məsələləridir və bu çox ağrılı məsələdir. Bal yığa bilməyən, evdə valideyn uşaq qarşı durması deyil mən ona. Əslində onun valideyni üstə də tam atmaq olmaz, düzgün deyil. Biz həmişə valideynlər deyir ki, övladımızı başa düşək. Amma təməl daha əvvəl olur. Valideyn ümumiyyətlə uşağa daşıya biləcəyi qədər yük verməlidir. Yəni bu uşaq bunu bacarırmı, bunu edə bilirmi ya yox, bunu istəyirmi, bunun kapasitəsi nə qədərdir, onu ölçməliyik ilk əvvəl, sonra isə buna uyğun yol getməliyik və yol gedəndə də əlbir olmalıyıq. Amma bizim bu yol gedəndə əlbir olmamız təkcə bizim psixoloji dəstək, uşağa dəstək, uşaqla psixoloji alyans yaratmamızdan asılı deyil. Burada bizə mane olan və bizi çökdürən önəmli məsələlər var. Məsəl üçün repetitor, bayaq dedim. Çünki bir valideyn bir uşağını oxutmaq üçün repetitor yanına 500, 600, bəlkə ondan da çox pul verir. Ödəniş aya o qədər ödəniş ödəyir. Və aya o qədər ödəniş ödəyən valideyn bir maaş, aylıq maaş nə qədərdir? 450 manatdır da. 400 manat minimumdur. 400 manat minimumdur. Yüksək alanlar da var. Yəni minimum bizdə maaş 400 manatdır. Biz minimum maaşdan daha çox repetitora pul veririk bir uşağın hazırlığı üçün, instituta girməsi üçün. Deməli bu valideynlər hardan ödəniş tapırlar?
Baxın, bu da Mən iqtisadi o durumun. məsələyə yanaşma Yox. fərqlidir. Hamı oxuyacaq deyə bir qayda Yox. yoxdur ki. Elə hamı oxuyacaq deyə qayda olmasa da, yəni elə oxuyanları götürək. Elə oxuyanlar. Bəs bu stressdir axı, bu məsuliyyət, övladın məsuliyyəti valideyn qarşısında, valideynin övlad qarşısında məsuliyyəti. Bilirsiniz, bunlar da aqressiya yaradır, stress yaradır, qorxu yaradır, həyəcan Bu yaradır. hallarda intihara səbəbiyyət verməməlidir. O heç gətirib suisidliyə səbəb verməməlidir, amma suisidliyə səbəb zaten o səbəb deyil, bu nəticədir. Həmişə mən həmişə deyirəm ki, suisidlik nəticədir. Yəni ona səbəb deyə bir şey nəticədir. Onun yaşadıkları, gəldiyi, onun yaşadıkları o səbəblər əslində, yəni əsas səbəblər. Yaxşı, bu problemdən necə xilas ola biliriz? Hər il bu xəbərləri görürük. Hə, hər il xilas ola. Bu xəbərləri görürük. Yenə deyirəm, yenə də bizə qalıb, bizim çinlərimizə. Xilas yolumuz yoxdur. Xilas yolumuz odur ki, biz məsələn mən düşünürəm ki, bax belə bir deyək də, niyə bizdə imtahan bax nə olardı? İnstitutda imtahan nə üçündür? Adam ali təhsil almaq üçün və super bir mütəxəssis yetişmək üçün. Düzdürmü? Super mütəxəssisin yetişməsi üçün universitetdə yaxşı oxumalısan. Məktəbdə sənin nə etdiyin önəmli deyil. Məktəbdə, universitetdə yaxşı oxumalısan. Düzdürmü? Olmaz ki, universitetə giriş, universitetə qəbul imtahansız olsun, amma o fən, o fakültəni deyə, o peşəni öyrənmək çətin olsun. Və orada artıq ələnsin. Təcrübədə var o məsələ. Təbii ki, orada ələnsin. Orada ələnəndə artıq mənə 600-700 balla harasa məsəl üçün tibb universitetinə, məsələn tibb universitetinə 700 balla girib, 700 balla girib necə oxuyacağını bilmədiyim həkim mənə lazım deyil. Mənə lazımdır ki, girsin adi attestatla, amma tibb universitetini əla bitirən həkim lazımdır. Orada oxumaq çətin olsun. Orada da bir fərq olmalıdır. Başqa bir universitetdə də oxumaq çətin olsun. Bütün ölkə hamı deyib ya həkim olacaq, ya ay sağ ol. Söhbət budur ki, olmayacaq. Orta məktəb o məsələni həll etməlidir. Yox, mən dediyim odur ki, olmayacaq. Orada artıq oxumaq o qədər çətin olacaq ki, o adam, o uşaq, o tələbə, o şəxs o qədər o ixtisasın xırdalıqlarına yiyələnməli olacaq ki, o artıq ona tab gətirməyəndə istərsiniz universitetdən çıxacaq və ələnib artıq bizə xalis o ixtisası bilən mütəxəssis gələcək. Çox maraqlı təşkil. Yəni mən dediyim odur ki, burada sıxaq uşaqları ki, bilək kim qalacaq. Kim qalan adam da deməli əsl mütəxəssisdir. Çox maraqlı təşkildir, bəyəndim yeri. Düzdür, dünya praktikasında var bu. Var, amma bu məşhur universitetlərdə qəbul məsəl imtahansızdır. Yəni mən də dediyim odur. Mənə mütəxəssis lazımdır. Mənə 700 balla, 600 balla girən uşaq lazım deyil. Mənə mütəxəssis lazımdır. Maraqlı təklif olduğuna görə elə bu təklifdən də mən verilişi yekunlaşdırmaq istəyirəm. Amma bir məsələni də deyim, bu tələbələrə müraciət şəklində qəbul olunsa da olar və yəni müraciət edirəm. 3 saatlıq imtahan sizin həyatınızı yəni tam şəkildə həll eləmir. Yəni müəyyən bir mərhələdə bir keçid mərhələsi kimi qəbul edeyim bunu və intihar və bu kimi neqativ hallardan yayınmağa, qaçmağa çalışın. Psixoloji olaraq özünüzü hazırlayın. Çünki imtahandır. Bu il olmaz, gələn il olar. Gələn il olmaz, o bir il olar. Bütün hallarda bu, yəni dünyanın sonu deyil. Bəli. Təşəkkür edirəm. Çox sağ olun, buyurun.